Seçərsən qazanam. Sabahın xeyrim. Sabahın xeyir. Xeyirdir mi mənə gül almışsan? O gül almışam sevgimizdə rəmz olsun. O qəlbimin dərinliyində bitmiş bir güldür. Sənin üçün dərdim gətirdim. Qazaram, alıram. Düzü qazandığıma aparıb borçlarımı da qaytıra bilərəm. Amma sana gül alıram. Niyə? İstəmirəm evdə söz söhbət olsun. Nəyə lazım? Sonra sabah mənə deyəcəksən ki, sən heç nə almırsan. Deyə bilərsən də düzdür. Prosto mən istəmirəm axı sər-sər pərdasızsın. Gör, hansı vəzdə gəlib mən çıxmışam ki, dilimə bir qismət çörəkləməyib, mən durub gedib sana gül alıb gətirirəm. Niyə məni bu vəzdə gətirib çıxardırsan? Niyə məni vadar eləyirsən sən? Nə istəyirsən, bəsdə də güllə çiçəklə oynadın. Özünü yığışdın ha! Mən nə dedim? Sonra sən dedin, cavab qoytarma! Pəncərən qavanda durursan, 3 saatlı maçda siqnallayıram, nereye kısa vermişsən? Eşitməmişəm. Çarpsaksən! Bağışda da eşitməmişəm. Neyse, lənət şeytana. Bu evə gül almaq olmadı, ana. Gül alan kimi davat işini biz dəvə demişəm. Neyse, şeytan lənət bir çay ver. Saat gül almışam şeylə. Böyle bir gül almışam. Sevgimizə lənət. Düz borcumu da qaytarım. Çay ver. Sabahın xeyir Ayət Ali. Eşitdim maşınına təzə klient çıxıb. Ver kanala. Hər vaxtın xeyir. Şükür Allah, klient çıxıb, maşın kulişlərini satdım. Yavaş-yavaş ayaqsız sürə-sürə maşın satıram. O gülü az oynat da, borçlarını yadıma düşürəm. Niyə sərçir zəhərləməsin, qeysən? Arzum verirsən zəhər. Talih, çok xəbər olasan. Sağ ol. Mama, Talih deyir ki, Ceyran xalaya deyilən axşamma 2 kilo ət alsın. Mən də kələm alacağım, kələm də olması pişirəcək. Sağ ol, Talih. İyi genelli. Sabahınız xeyir. Kızım nəfəs? Bazanak keyfin. Sabahın xeyir baba. Mağar. Sağ ol, şükür Allah. Bir dənə çay zəhmət. Al 5'li qocuğuna. Bu nə də Talih? Bacanağın verdiği puldu da götür koy cebine. Bəy verin atın dişine bakmazlar. Talih bu nə 5 Oradan bir tane. Hocam. Bu nə 5 təsmin? Pazara gələmişəm səhər-səhər üstüne 5 bank qalıb onu da verirəm sana. Talih bu pazarlıq torbasına sıkışına gəlmədi. Bu nə 5'dir? Pazarın üstüne qalan puldur. Kamran candır. Elbə səhər-səhər gəldim, bazara gedirdim. Ben dedim evə bazarı gəl. Bilsən bir həddə qədər də qismət. Mən də kişiyəm. Ha. Mən də bu evə bazarı eləməliyəm. Təmiz? Ha. Səhər-səhər dedim durum gedim bazarlığa. O da gəldim səni də qaldırmaq istəyəm. Gördüm sən yatırsan da qaldırmadım. Dedim insansan da yatırsan, yorğunsan da axşam döyülmüş adam. Mən heç nə özüm cevab aldım. Elə də özüm 80'im da girdim cibinə bir 50 matul götürdüm. Getdim evdə 2 dənə çörək aldım. Çörək aldım. Sonra 140 aldım özümə 27 manatlı. Ondan aldım o gün televizyonu gördüğümden aldım. Ne varsın Allah sen de arzularına çatdırsın. Sen de elə pahalılardan aldın. 20 qəpiklik 140 mən nə istəyirsən ayol? Sonra getdim özümə 20 manatlı kontrol aldım. Allah qazancını çox eləsin qismət. Onda 13'ünü borca çıxdılar. Şey elədim sonra nə aldım? Sonra Kamran'a marojini almışdım. Sonra yalıma düşdü. Kamran evdə yoxdu. Özüm gedim onda şey elədim. Arzuya gül aldım 5 manata. Yəni borcumu da verə bilərdim amma Arzuya gül aldım mən. 5 manatlıq gül. Mən nəyə badar edifdim? Bu gül 5. Yığışdır oraya səbləşirəm dedim sağ. Bu gülün 5 manat qiyməti var yalanlar. Almamışam. Onu dərmişəm. Səfiriyin qavandan dərdim. O da polis gəldi 5 manat mənə zərbələdi. 5 manat da elə o qaldı. Onu da verdim sağ. Qazanaq. Qaycan. 5 manat bu. 5 manat o. 20 manat kontur, 27 manat o. Nəsə 50 manatdan çox elədi ha. Səndəki evin tikilib. 27 o, 20 o, 5 o, 5 o,
43 da cibimdədir. 100 manat. 100 manat götürəcəm, bağışda qadağam. Yenə 5 manatını götür qaytar. Ümumiyyətlə Allaha qurban olmayım. Allah sabahla mənim ruzumu getirir durduğum yerdə. Dünən maçda getdiyim yerdə bir də baxdım polis. Daldan çıxırdı. 20 AGJ, 20-43 AGJ, ver qırağa saxla. Düşdüm 5-10 dəqiqə söhbət elədik, 5 manat pul aldım. Getdim abid elədim. Allah polislərin canını sayıqlasın. İstəyirəm axşam bazarlıq eləyəm. İsmət! İsmət! Talih, gedib vəfanın cavabını verib, bu dəqiqə gəlib səndən ayrı cürə söhbət eləyəcəm. Darıxma. İsmət! Hayır, gəlin qudurun, gəlin. Ceyran xala, Kıbrıs buradır. İstəyirəm sağ bir şad xəbər verəm. Nə olub ay Talih? Bəsli yatağa düşür. Şu da o kadar da büyük şad xəbər deyil, o səni ağrıdar. Biraz da müştülüğümü ver deyim. Söz? Sənin pensiya kartını getirdim. Deməli onu sən götürmüşdün. Zata itirmişəm də, get təzəsini çıxartdır, 1-2 ay öz pensiyanı al, özün xəşdə. Mənim əlimə keçən kimi. Yox, mən sənə deməsəydim, ana, millətə yaxşılıq yoxdur. Mən burada sən qızına gül alıram, sən burada mənə elədiyin sifətə bax. Tez elə, tut. Tut bana qurban. Tez elə, qabaqdan. Qabaqdan tut. Lan tez təsiri gəlməsə, təsiri gəlməsə. Ye. Bunlar yine yaman mehman, 100% evde tavat şeyi. Eşşi beni. Talih, tutabilmiyorum. Ben 7 yarı bir kurta tuttum. 2 kuru elime tutabilmiyorum. Gördün Talih'i. Balıklı kanısı. Ya. Yine gelelim. Tuttu. Tekrar. Az oxlu hanı! Az oxlu hanı! Ay Vefa. Mama, mənim alışıma qarışma. Özüm bilirəm necə vururam. İsmət! Dur git lan! Ana kapı gönderecek! Koymuyor! Hadi keç qarışma! Çık oğlum al! Ay kapıyı! Sizin şurası boşaltın ayıp. Ben gedirəm. Köpoluyam ben bir de bu eve gelsem. Bezdim da artık dözemiyorum. Bir dakika sen geleceğim anama. Gelsin bana baksın adamın karamasına. Bezdim. Bək qaçardın, tutub döymezdi. Qaça da bilir. Ben kaçım kısmetinde Allah'ın görüm arı gitti. Hara kaçırsan? Yavaş ya bozlarım ben. Pulu vermemiş hara kaçırsan? Ne pul borcum zaten varsa. Var ev kiryesinin pulu. Ne kadar eləyir? 2400 manat. Ya 400 manat nədir ki daha? 400 nədir daha Allah kömək olsun. 2000 boyu 400 nədir? Ya şu 400 kurban olsun o senin nazik bıklarına. 2000'i görün. Görüm. Görüm elə desək elə bil 2000 saqqız kağızıdır, konfet kağızıdır. Ağzımda 2000 manat deyirsən. Ben 1000 manatı bir yerde görməmişəm. Ne 2000 manat? Yani 500-600 ola taf 350 Ferrari. 2000. Yaxşı. O da bayaqçı değil lan. 400'ü ver. Ver. Sen ne interesli adamsan ha Robildo. İncə demədin o 400 sən bığına qurban. Gah nala vurursan, gah mıxa konkretləşdir ha. Tıxımına get ha. Brrrr. Sərfəli, bizim üçün. Bax, hamınız evdən çörək bulmaq çalışırsınız. Mən də sizi dolandırmalıyım axı. Ona görə də belə qərara gəlmişəm ki, baxıb görürəm ki, bu Esya bir iş görüb eləmir. Yalandan gəlir, madiyyə kimi özüm burada göstərib çıx gedir. Həmən konsert verirəm burada. Maaş alanında da hamıdan tez gəlir. Ona görə də deyirəm ki, bəlkə Esyanı işdən çıxardaq, ona çatan əmək haqqını üçünüzün aranızda böləm, hərənizə 50 manat. Ne diyorsunuz? Senin atan rəhmət.
Sən məndən çox yetişdin. İnansan mən istəyirdim elə bu üçüncü iclasımızda tema ilə alacam. Çox xoşuma gəldi. Gecə çıxdıq, belim aparıb dolanır. Sən kimi sən torbasını tikməkdən getmir. Lakin üzrə lobalım deyir. Bunu deyirəm dolanın da. Nə deyirsən, razısın? Onda üçünüz bir yerdə, mən siz bir qərara gəlin, mən də uşaq gəlin. Nə deyirsən? Açığı deyim, mən istəməzdim ki, kollektivdən kimsə ayrılsın, amma indi belə fikirləşsən ki, mən özüm məqaləni yazıram, özüm çap edirəm ki, o səhvləri buraxır, ona görə deyirəm ki, nə bilim, yaqın ki, yaxşı olar da, indi 50 manat. Salam Teymur müəllim. Eşyə salam, gəlmişsən. Çox kollektiv deyirsən. Gəl gör sənin dalınca nələr danışırlar. Kim? Yoldaşları çörək yediyin adamlar. Ola bilməz. Ola bilməz, gəl qapını aç, yavaş gözünü qulaq as, görürsən. 50 manat deyə, az pul deyil ki 50 manat. 50 manata 50 dənə dönər alaram, 50 gün yiyərəm. Bəy babası kimdə dolanaram, yağın balın içindən mayonezli dadlı və turşu qoyacam. Super. 50 manat qardaş, elə 50 manat deyil, 50 manat, 50 manat. Mən 50 manata görə Çingizdən gizlənirəm. Var, Çingizin borcunu verərəm. Asistan 950-də alıb qoyarım, 1000 manat kreditim bağlarım. 50 manatın 50 dənə dərdi var, başa düşürsən. Niyə mənim qazancım etsə getsin? Gəlin konkret üçümüz də sözümüzü bir yerə qoyaq çıxsın. Təbii ki, mən istəməzdim ki, qazetimizin adı pis çıxın, o qədər səhv buraxır ki, sonra biabır olur. Qazeti oxumaq olmur. Mən qalacağım bu ofisdə, ya o qalacaq. Qardaşdır. Mən sən nəyə görə razıyam, heç görə. Hep dönərə görə konkret razıyam. Sən dönərdən sizə yetirir. Sən sonra mən niyə qazancımı yesin? Mən razıyam, otururam Esyon gözündə, katibəllik eləyirəm. Eybi, nə olacaq? Qoy məhəbbət qapını açsın, etsin. Talih, eybi, qoy gəlsin, Murat məni qurban aparsın. Hər şey razıyam. Mən bilim ki, mənim qismətim, mənim halal zəhbətim o qız gedir. Yox, daha da danışmaq çıxmasın, amma o yaman çox səhvlər buraxır qazeti. Ona görə qazetimiz alınmırdı, yoxsa məqalələr superdir. Vəssalam. Hamısını bir şey var. Teymuru da... Teymuru yolu sorursan, mən siz bilirəm. Mən sənə razıyam. Razılaşdım. Heç sən yerinə kesməyim də, qoydasın sonra kesməyim. Orada ki, mən oturuyum. Yaxşı. Kesəcək. Yaman. Ofisimizin gözüsən, vəzəyisən, ofisimizin işığısan, ürəyimizsən. Sənsiz bu ofisin bir gün olmasın, nə deyirsin? Elə darıxmışdıq ki, Esya. Bayaqdan da mən uşaqlara deyirəm ki, Esya harda qaldı, niyə gəlmədi Esya? Başıma dönərəm. Yaxşı adam elə sözün üstünə gəlib çıxar. Bayaqdan elə sənin haqqında danışırdıq bir xoş sözlərlə. Hə, Talih, Nə qədər yufqam var. Komta demək istəyirdim. Arıyorsunuz, qadbaşım çıxmaz, biraz da yaptım. Təmir müəllim. Bir dəqiqə dayan. Əvvəla sizin hamınızı təbrik edirəm. çox sağ ol. Sağ olun. Bu il mətbuatımızın ilk qaranquşu olan Əkinçi qəzetinin 135 illiyidir. Bugün səhər 135 il bundan əvvəl çıxan qəzetin ilk nömrəsini oxudum. Çox da dilxor oldum. Niyə Teymur var? 135 il bundan əvvəl çıxan qəzeti elə maraqlı yazıblar ki, elə məqalələr var ki, adam məəttəl var. Bugün biz o maraqda yaza bilmirik. Niyə işləmirsiniz? Yazın da siz ortaya bir fakt qoyun, bir hadisə qoyun, bir qələminizdə bir duz olsun. İşləyin də. Bəli, bəli, nə demək istəyirdin? Daha heç nə. Nətər yəni heç nə? Deyəcəkdim ki, maaşımızı qaldır, o da baxıram söhbət. Heç nə, daha heç nə. İşləyə bilməməyiniz bir tərəfə. Baxıb görürəm ki, hələ ofisimizdə yeyinti də var. Ay Teymur müəllim, biz nə qazanırıq ki, nə də yeyək? Onu demirəm yeyək. 3 gündür mən bura bulku alıb qoyuram. Onu kimsə yeyir. Onu yeyəni tutsam, həsrətin gününə saracam. Həsrəti tutsam, onu talehin gününə saracam. Talehi tutsam, onu sən qismətin... Teymur müəllim, bağışlayın. Deyirəm, bəlkə bu qaçma tutmanı dayandıraq, elə işimizlə məşğul olaq. Nə olar? İşlə məşğul olaq. Bax, bugün mən qərar verirəm. Sabahdan hamı işə qalıqlıqla gəlir. Aydındır? Teymur müəllim, mən gələ bilməyəcəm. Niyə gələ bilmirsən, hə? Məndən artıq oğlansan. Bir mədəniyyətin olsun da, bu işi də mən qalıqlıq taqa bilirəm. Sən taqa bilmirsən. Nə olub sənə? Bu zolaqlı köynəyə geləcəmsən bura. Bura gəmidir bura, matrossan sən. Teymur müəllim, siz mənim qalıqlıq taqsınız da. Sən qalıqlığını bu? Bəli. Nə olar? Ondan mən bilirəm nə edəcəm. Bu yayın
cırhacırında mən sizi vadalaskə ilə işə gətirməsəm, mən də pis adam yox. İkinci kadın alım borç yazdı. Alo. Rüya, 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 rüya. Tingiz, kadın alım Niyametli Müəllimin konsertindəyim. Sonra zəyləşəm. Bilirəm borca görə zəng gelirsən, qardaşımsan. Doğar mı? Bir taleyin oyununda cütlənmiş zərik. Bütün şairlər hamısı yığılmışım bura. 100 il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik. Dünya sənin, dünya mənim, dünya heç kimin. Dünya sənin. Sabah. Salam. Ceylan xanım, bir söz soruşum. Ya, bu Yedigar necə adam idi? Şoluq adam olub bu. Yox, çox mülayim idi. Elə? Bir söz yuxuma girir. Qayıdır ki, sənin Ceylanla ne işin var? Onun yanında durub oturma. Belə eləyərəm, belə vuraram, belə yıxaram. Əşi, boş ver. Boş nə boş verim ha? Ceylan xanım, onun yuxarılarda adamı var. Yox. Bəs o nə deyir ki, belə eləyərəm, belə vurdururam, belə yıxaram, tapancadır. Əşi, heç nə eləyə bilməz. Sən işində ol, narahat olma. Narahat olma. Bu gün yenə yuxuma gələcək. Gəlib ki, söhbət eləyək tüfənglə, tapancayla. Rəhmətli Yediyar, talihdən yaman qorxurdu. Ha, elə? 50 manat talihə var, sənlə bir yerdə yatsın, böyle bir yerdə gedin də. Hə. Yavaş ağız, yavaş. Taliyə niyə 50 manat verirəm? Gidib elə özüm biraz mürgüləyərəm. Gələr yuxuma, danışaram, 50 manatı veririm ona. Özü də məndən razı qalar. Yetim yesinə əl tutaram. Brr, mən yatmağa gittim. Arzu, yadva gəlsən məndən pul götürmüşdü talih üçün. Talih alverə qoşulub, göz mıncığı alıb satıcı. Ay bacı, ne oldu? Ortada nə pul var, nə göz mıncığı? Ay qız, güya niyə ki, girişmişdi də işə. Və sonra? Aslında o göz mıncıqlarının qabı çox bəzəklik daha, pəhər-bəzəklik. Göz dəydi də, göz mıncığı hamısı qırıq-qırıq oldu ye. Göz var, ay vəfa, göz var. Sonra yazıq talih, bir də o mamamcının həyətində ağac var, çınar ağacı. Amma bir dənə qırmızı lent bağlayım. Qulaq as da, altına da bir dənə nəzir qutusu qoyum. O ərə getməyən qızlar gəlib lent bağlasınlar, nəzir tullasınlar, biz də dolanaq. Arzu, bəsdir də, Arzu. Bəsdir də, ayıbdır, Arzu, ayıbdır. Ağacından pul qazanmazlar. Ay vəfa, 40 illik ağac deyə şəkkələm ağzın əylər. Milyon, milyon, milyon alıqraz. İzakna, izakna, izakna yetişti. To lubion и всерьез. Свою жизнь для тебя превратить. Tingiz, qadan alıb Allah Pugaçovanın konsertindəyim. Qurban olum. Biz də şahdan Allah xanım qadan. Sonra şeyləyər, zəyləşərik. Gül verirəm səhnədə. Hadi mədəniyyətlik olsun konsertdə. Nə deyirsən? Allah xanım bir dəqiqə söz. Allah xanım. Kimdə alçaq? Mənə? Hə, nə olar? Nə olar? Kimi nə? Mənim ləyaqətimə tüpürsən? Mənim ləyaqətimə tüpürsən hə? Nə olar? Nə olar? Şərəfsizəm? Üzrsən, heç sözü başa. Hə, şərəfsizəm. Hə, nə olar? Nə olar? Mən də sənin... Yaş, hadi. Bunu yedireyim. Ha. Mən? Nə olar? Nə olar, nə olar qardaş? Sən canı? Allah balanı saxlasın.
Allah balanı sağlasın. Ne oldu qadınım, oldu. 5 vur, 5 manat borcu da belə təmizlədim. Sildim, raşdələdim. Dedi ki, çingildi. Dedi, tüpürüm sənə də, sənin ləqətinə də, o 5 manat borca da. Vəsiyo. Salih, mənim də borcumu qaytar da. Sən nə danışsan, ay Teymur müəllim? Sən görsən ki, mən cəmaata tüpürləşib borcumu raşdayırım. Sən mənə deyirsən, yox da ki, demirəm. Elə, nə olar? Bir də mən sənə əl tutsam, sənə borc versəm, məndən alçaq adam yoxdur. Teymur müəllim düppədüz deyir. Teymur müəllimdən alçaq adam yoxdur. Bundan şərəfsiz adam yoxdur. Bundan ləyaqətsiz adam yoxdur. İcazda deyirsən. Nə başlamısan? Sözünüzə qüvvət verirəm də Teymur müəllim. Yataqlanma. Yataqlanma, qüvvət verirəm. Gələ Teymur. Teymur müəllim, mən uca qəzeti çapa verim. Ver. Amma 3-cü səhifə ağ çıxacaq ha. Niyə? Məqalə yoxdur axı, nə yazım? Yoxdur. Tak. Onda yaz. Yaz. Yazdım. Hindistanda texniki qüsurlar ucundan qatarda qəza baş verib və aşmışdır. 20 nəfər ölüb, 5 nəfər dünyasını dəyişib, 12 nəfər vəfat edib. Teymur müəllim, bu elə eyni şey oldu da. Bir dəfəlik yazım ki, 37 nəfər ölüb də. Ay qız, söz güləşdirmə də. Bir cümlə yazsan, bəs o səhifəni nə ilə dolduraq? Yaz. 26 nəfər xəsarət alıb, 9 nəfər yaralanıb, 4 nəfər travma alıb. Daha şey. 20 nəfərə heç nə olmayıb, 157 nəfər sağ-salamatdır, 7 uşaq, yox, 8 körpə uşaq ümumiyyətlə hadisə yerində olmayıb, 11 nəfər itkin düşüb, 17 nəfər axtarılır, 14 nəfərin harada olduğu bilinmir. Doldu səhifə? Yox, Teymur müəllim, biraz az yer qalıb. Lap az bir cümlə deyir. Onda yaz ki, məlumat yanlış olduğuna görə bağışlayın. Təvəqqi edirik, üzr istəyirik, üzüm ayağının altına, balalarının toyunda inşallah. 3 nöqtə. Doldu? Əvəssalam. Baş işlətmək lazım. Belə. Salam aleyküm. Mən elan vermək istəyirəm. Buyur. Pravam itirmişəm. Elə mümkünsə kömək edərsin. Bəli, qeyd edin. Da problem yox. Adınız nədir qardaş? Vüqar. Vüqar. Familiya Məmmədov. Məmmədov. Pravansı nə vaxt almışsınız? 2006-cı ildə. 2006. Nə vaxt itirmişsiniz? Dünən axşam. Dünən axşam yox, 2010-cu ildə qardaş. Burada məzələm 2010-cu il. Harda itirmişsiniz pravanı? Sahil tərəf. Sahil tərəfdə. Nə yaxşı sahil tərəfdə xeyir ola? Konsert var idi. Hə, sahil tərəfdə dünən axşam konsert olubdu. Bunu qeyd edərəm məqalədə, bıraq keçsin. Kimin konserti olubdu? Bu Röya xanım. Röyanın dünən konserti olubdu. Nətər oxudu? Yaxşı oxudu. Bəli, yola sağ geçsin. Röya yaxşı oxudu. Üzr istəyirəm, konsertdə Röya pravasını itirdi, yoxsa nətər başa düşməyə bir qarışdırdım bizi tevaz. Yox, mən pravanı itirmişəm. Röya nə dəxli var? Sizdən Röyan deyirsə konsertdə prava. Hə, yəni söhbətdə edir. siz soruşdunuz onu. Hə, bağışlayın, dönüzünüzü istəyirəm. Hə, buyurun. Pravanı istəyirəm ki, kömək edəsiz tapmağa, elan verəsiz. Elan, prava tapılsın. Tapan. Tapacaqsın. Mükafat baxım söhbət. Yəni Hə, narahat olmayın. Siz elan verin, tapılsa mən mükafat verəcəm. Miqdarım deyilən bala, miqdarım. Yazın 200 manat verəcəm. Yox, siz yazın, narahat olun. Mən Yox, dəqiq olsun. Niyə qardaş? Yəni burada cəmaata məsələnmir. narahat olun. Siz Pakistan mallarını gelib kəsin. Sən bir onluq göstərdim, sən ümumiyyətlə Aziyev sözünü bilirsən. Yox, narahat olun. Siz yazın, mən. Yox, gödürmüyorum. Tapan şəxsdə 200 Aziyev mükafat. 200 siyah verdik. 100 deşin axtarış yerdə. Bəli? Təbrik edirəm qardaş. Tapıldı pravan. Buyurun. Tapdılar. Buyurun. boşuşun. Müsaadım tapsın.
Axtarış elan verdi, axtardılar tapdılar da qardaş, qəzet işləyir də. Şıdırıqı deyə bu. Abala, işin düzəldi. Qardaş 200 verdi, cavad buzu gözlüyür. Cavad bir çıx getdi. Xanım işləyir. Qadın xeyli ağadır. Zincirlik yoxdur ki qardaşım. Yox, çox sağ ol. Sağ ol adam, sağ ol. Tali, üzüm ver uşaqlara da bunu. Şu özüm bilərəm, həsrət arada yüzü qoy cibinə, eşitirsən, bular. Gələndə və sən tex pasport gətir. Tex pasportdan pul. Prava 200-də bizə tex pasport gətir, mən maşın satıram. Sən mən prava deyil, mən də prava götürdüm. Sağ ol. Yaxşı, qutarım bacarım. Tali, bu müştəri ilə nətər danışmaq? Biraz danışığınıza fikir verin. Biraz diliniz şirin olsun. Biraz mədəni olun. Ünsiyyətli olun. Bir etikanız olsun. Bir estetikanız olsun. Bir cəmaatla danışanda deyin ki, rica edirəm, təvəqqə edirəm. Bu ifadələri biraz çox işlədin də diliniz dökülməsin, olar. Demirəm, siz laf bizi qoyun yerinə qoymuşsunuz. Belə olmaz da. Ki biz işləyə bilmirik, kimdə necə danışmaq olar. Şəxsən... Həsən, çıx, rədd ol buradan. Sonra gözüm atırdı. Gəlin, var atsın da ya. Yaxşı, sonra nə istəyən nə? Elə bir ölürəm burada oturmaqdan. Sizdən də təvəqqə edirəm. Basın bayrağı. Tez. Çıba tutun, gəl. Pes. Axı mən təvəqqə edirəm. Xahiş edirəm, elə etmədi, mən səndən rica edim. Sənin bu yedyarın gene qanqan deyir. Nə olub? Getdim, yatdım, gördüm gəldi. Oturduq kafeydə, söhbət elədik. Söhbətimiz heç alınmadı ki, alınmadı. Üstüme bıçaq çəkdik kafeydə. Yaxşı kafenin müdürə boynu əyrən zağordu idi. Bizi ayırdı. Belə şey olar. Değil de ola da. Yuxudur da. Birdən yedigər ola da. Bismillahirrahmanirrahim. Oy, xoş gəlmişsən ay Bahadır. Ay Quba, həmişə sən gələsən. Niyə belə xəbər sətərsiz? Bir gəlməmişdən qabaq zəh vuraydın ki, gəlirəm də. Qapının dalında qalmaq istəmirdim. Aa, qapının dalında niyə qalırsan? Bilirsiniz, 5 dəfə gəlmişəm, 5 dəfə də gələndə xəbər vermişəm. Zəng eləmişəm, qapını açmamışsınız, qalmışam qapının arxasında. Bu dəfə zəngsiz gəldim ki, qapının arxasında qalmayayım. Yaxşısan Allah görüm, keçin əyləşin. Çox sağ ol, çox sağ ol. Zarafatından da qalmışsan. Necəsiz, ay Ceyran xanım? Belə də şükür. Bəs sən? Sən şükürə baxanda mənə min şükür. Ceyran xanım, mənim o ciyərparəm, əzizim, canım ciyərim Yediyar hanı? Yediyar ölüb. Allah rəhmət eləsin. O gün kürəkənin mənim yanımdan nəfər vız delib keçdisə. Ola bilməz. Məncə Talih elə bərk maşın sürmür axı. Maşınla deyirdi. Onu kimsə qovurdu, onun əlindən qaçırdı. Kim olacaq? Bol çiyələri qovur da. Daş düşsün elə Talihin təpəsinə. Başım dağıldı. Yaxşı. Bu neyden durduğum yerde başıma taş düştü. İti balasıdır. Qan qarışa keçmişəm daha. Elə bil başım üstündə it əsliyib. Ay Talih, bir Navastrokan böyründən ki, sənə bir ehtiyatlı ol da bir fikir ver də, bəlkə... Mən nə bilim, başıma kərpiz düşəcək, sən də elə deyirsən. Bu söhbət başdan getmir, bu baş et. Burası mənim bu Rizvanın qaşmağı yandırdı lan ha. Boyundan, puxunundan utanıyor. Sənin boğazındakı qalistikdən hara qaçırsan, sən? Heç olmasa kreslondan utanıyor. Sənin qaçan vaxtında qaçır. Ha, niyə qaçırdı ki? O niyə qaçırdı ki? Nə bilim, mən qaçıram düşüb dalımla. Petdirlər. Zəhrim zırılı ver. Nə də var qaçır. Mən qaçıram, o qaçır. Mən qaçıram, o qaçır. Bir də biləm ki, tutsa şoşqalayacaq da. Mən bərbaxt eləyəcək. Bulvarda qaçır, indi mən heçdən, mən belinə qoyub getmişəm, üstünə qoyub qaçıram. Nə düşürsən ha bulvarda damla? Camaatdan utan, sənin dağdan ağır adın var ha Rizvan, ha Petdirlər.
Mənim bu borc aldığım adamların içində bir dənə o Firuz müəllim. Onun kimi mən səviyyəli, şəxsiyyətli adam görməmişəm. Mənim ona dünyanın borcu var. O gün də məclis üzrəyəm ki, deyirəm bir kəlmə dedim mən. Bax qardaş, Bakıdan ev aldı mənim adıma. Ev aldı, dedi, olar sənin adına götürüm, satım yoxdur, dedi, mən problem yoxdur. Ev aldı, pulunu dedi, mən də götürüm, evi satdım. Kiralarda qalır. Deyirəm bir kəlmə madifdim ki, Talih, mənim pulumanı. İnsandakı mədəniyyətə bax, əxlaqa bax. Pul yolladım abi, 5000 ki, gör oğlum bir yaxşı işe ilişdir. O deyil, kətdə fəhləşdir oğlum, 5000 verməyim. Bir kəlmə, nə oğlu, nə özü. Mədəniyyət insanda yaxşı, qızının toyunda pulu, nəməri mən yazırdım. Nəmər kutusunu heç özümdə tapıram, hara qoymuşam. Bir kəlmə. Deyirəm ki, heç nə bir kəlmə mənə artıq açıq kəlmə. Və insanın gərək qabında mədəniyyət olar. Bulvarda teyləməklə deyil, bulvarda teyləməklə deyil. İnsanın qabında olar. Teyləməklə deyil. Deyil Firuz, ürəyə bax. Sən gün, halafamı soruşdum. Alo, haysan Firuz. Yeni yetişib təqdərsən, pulu var. Alsaq nə deyirsən? Nə deyirsən, alsaq? Başı gitti və mən də burada səni cəmaata tərif deyirəm ki, Firuz belə əxlaqlı adamdır. Alsaq mı alsaq nə də? Ağzını danışığına fikir verir Firuz. Tüpürüm sənin ləyəqətiqə. Deyirəm ki, tüpürüm sənin ləyəqət. Nəsə qırıq-qırıq gəlir səsin, bir dəqiqə. Eşitirsən Firuz? Alo, Firuz. Eşitsən qardaşım? Haycan? Dayan, bir də qırağa, sən də bir qırağa tək. İndi eşitsən qadağam? Hə, tam eşitsən? Hə. Deyirəm ki, tüpürüm sənin ləyəqətinə. Gədəsən sən. Alo. Yenə səsin qırıldı. Bir dəqiqə. Eşitirsən? Alo, Firuz. Firuz? Hə. Hə, indi yaxşıdır. Kimin? Hə, ağzını danışığını bir də petdirlər. Gədəsən sən, başa düşdün? Kimdir ləyəqətsiz? Kimdir ləyəqətsiz? Sən nə danışırsan? Alo. Yeni səsin qırıldı. Eşitirsən? Hayca. Uşaqlar nə tadı qadına? Qırıq-qırıq gəlir. İndi normaldır, hə. Hə, eşitirsən? Sən petdirlərsən, petdirlər. Yox, sənin bazen gelib, alçaq deyil məngin, adı yoxdur. 500 manata görə, biz birbirimizin pula görə tanıyırıq. Ağzını danışığına fikir ver. Uşaqları öpərsən, oldu qadınla, oldu. Sabahınız xeyir. Evet. Yenə içirsiniz. Siz gəlirsiniz bura, mən də sizə bir söz demirəm. Jurnalistə içmək yaraşmaz. Öyle o kafede, bu kafede gelip oturursunuz, nisye adınızı yazdırırsınız. Gazetimizin adını batırırsınız. Ya siz gelip bu skamyalarda da yatırsınız. Ya bala, sen az yaşlısan, sana qəti içmək olmaz. Neyse, limon var o. Yok. Neyse, güzel. Sen de kurşandın bu arağı. Axı sen geleceğin anasısan. Anam yadıma düştü. Bu ne deyir? Ne araq? Ne içmək? Eşya, fikir vermə. Yenə hardasa içib gəlib də, indi olur da, yaxşısı. Təmir müəllim! Təmir müəllim! Nə, biraz. İsmət Müşərsən. Sağ ol, məhəbbət. Görəsən var, olmur. Siz özünüz gelirsiniz, kafelərdə də içirsiniz, gəlirsiniz. Orada yiyib, her şey edirsiniz, ona ay kız sen ne oyna ama sizde düzgün öyle ha.
Sən də o iqra oyunsan. Teymur müəllim əsəbləşir. Teymur müəllim əsəbləşir. Amma mən onu deyim, getdik Teymur müəllimdən restoranda bir ayaqüstü idi. İşdi əməli başladı, düz deyənə barmaq qoymağa stolda yox idi Əli Bəkir. Mənə də qaçdı, gəldi, şotda gəldim mən. Amma 250 manat hardan alım? 250 manat. Qismət, nə yazdı burada? 2 pivə, 1 noxud, 2 manat 50 qəpik. Görsən, 2 manat 50 qəpik. Ay, qismət. Hardan alım? İşləmirəm, verəm. Siz də içirsiniz, deyil. Adam olmayacaq. Heç. Teymur müəllim. Deyirəm, Teymur müəllimə deyək, biz də gedəyik. Nə deyir sizi? Hardan biləcək? Gəlin gedək evə. Onsuz da içib piyandı. Gedək. Murad, aşağıdasan? Hə, gözlə gəlirəm. Gəl. Eşdim o talihində atası rəhmətə getdi axı. O çoxdan getdi. Ay Ceyran xanım, nədən oldu o? Bilirsən, Talihin atası bizim Arzuya elçi gəlir. Rəhmətlik Yediyarda vermirdi ki, vermirdi. Kişi də bax belə dirənmişdi. Dedi ki, öldü var, döndü yoxdur. Gəldi, getdi, gəldi, getdi, gəldi, getdi. Yalan olmasa bir neçə ay. Sonra gəldi, lap oturdu o elçi daşının üstündə ki, verənə qədər gözləyəcəyəm. Bir 6 ay oturdu da o elçi daşının üstündə. Sonra da soyuqladı da, bövrəyi çürüdü. Kənddə də qasırğı oldu. İldırım çaxdı, çınar ağacı düşdü bunun təpəsinə. Çox şeylər oldu. Elə soyuq dəymi ilə də getdi də. Allah rəhməti. Gəl gedək bitki çörəyi yüzülmü sənə? Kim oxşadınsan? Salam əleykim. Bu kimdir? Az qaynatandı da. Şudur. Salam. Ay salam əleykim. Sadiq dayı, necəsin? Sadiq yox, Bahadır dayı. Bahadır dayı, xoş gəlmişsin. Görüşməyəm də, adda yaddan çıxır da. Necəsin? Yaxşıyam. Necəm sizdən? Qaynanam necədir? Heç gəldim də, yaxşıdır, yaxşıdır Cəmilə xanım. Cəmilə xanım, yadındadır? Yaxşıdır. Yaxşı, xoş gəlmişsin. Çox gözəl, şad oldum. Bu uşaq kimdir bala? Nəvəmizdir də. Bu? Qismətin qızı. Ay sənə qurban olum. Babadır, anam, babadır, baba. Hoş gördük. Necəsən, nətərsən? Bunun neçə yaşı var? Neçə yaşı var? Bu 10. Və mənə niyə xəbər verməmiş bu boyda nədən var? Vallahi biz xəbər eləyəcəkdik, qismət qoyuldu. Niyə? Nə bilim, siz o vaxt cavanlıqda demişsiniz ki, bircə nəvəmi görsəydim, rahat ölərdim. Qismət də yazıq qorxurdu ki, sizə bir şey olar da. Özüm xəlbət deyəcəkdim, nəsə imkan olmaz da. Taxşda 10 il gecikmişsən ha. Bax sənə, 10 il. nə deyim? Xoşbəxt olar bala. Sağ olun. Ay, salam əleykum, salam. Nə var sən qadan al? Nə var mən sənin başın? Nə var ki sən qadan al? Hələ təzə gəlmişəm bala. Yaxşı elibsən, həsən gələcəksən. Şeydir, sən mənə görə gəlirsən, mən borc keçdirən adam deyiləm. Sən ölürsən, demişəm ki. Yox, mən qismətə görə gəlmişəm. Sən bizim aramızda elə şey yox. Gözümdə qalxdı, gözümdə qalxdı. Ha, bu kişi qavanı çay yoxdur. Qətdə də, sözü kafedə də. Çox sağ ola bala, çox sağ ol.
Salamat. Nətərsən? Sağ ol, yaxşıyam. Sən nətərsən? Keyfin, əhvalın, canın Sağ başın. ol. Ata qırağıdır, öz evində deyil. Nətərsən? Nə var, nə yox? Sağ ol, yaxşıyam bala. Axşam qalacaqsan? Görüm də, baxım da. Sən niyə atanla belə söyüq sağlamlaşdın? Hələ görmüsən və Fordon baxır. Hə. Mən gedim Nobel Dani yanında səhər dedi ki 400 manat sən telinə qurban. Deyim ki ne telimə qurban etsən, nağd ver də sıxıntım var, əldə problemimiz var. Bahadırda problem yoxdur qadın. Yox, sağ ol, yaxşı. Burada meyvələrdən zaten gəmirik. Ata, Hə, saçlarına dən düşür. qocalırıq bala, qocalırıq. Yox, qocalığı demirəm. Konkret olaraq saçına dən düşübdür. Hə, toğuq hinə girmişdim. Bala, deyəsən sənin də qızın olub baxır. Kimin? Nə vaxt? Bu qızı deyirəm də. Hə. Adını da rəhmətli nənəmin adını qoyduq. Fərdə. Bala, sən axı Fəridə adında nənün yoxdur. Vəfan nənəsi də Fərdə. Adı ilə böyüsün. Ata, qardaşım necədir? Evləndirdik, daha görmürəm. Ata. Eşidirəm bala. Sən həmişə mənə... Qismət. Sözlük de bala. Hə, ata. Ata, sən həmişə mənə deyirdin... Qismət. Ata. Buyur bala. Hə, sən həmişə mənə deyirdin... Qismət. Bu dəqiqəmin dərsini verib gəlir. Bala, yavaş ol. Şarx işləyəcək. Ay, görürsən papamla danışam, yaxşı danışam bir də. Şatun dedi, gel. Bala, adam da arvaddan qorxar, hə? Sən kim olsamsan, hə? Bilmirəm, sən kim olsamsan. Mən demirəm sənə Koroğlu ol. Demirəm ki, qaçaq nəbi ol. Bala, sənə demirəm, məcbur eləmirəm ki, sən Babək olasan. Heç olmasa Koroğlu, Nigarı ol. Heç olmasa qaçaq nəbin Həcəri ol. Lap Mona Lisa'ya dönmüşsən, bu ne de? Mən sənə belə böyütməmişəm. Arvad ki, səsini çarptı, şapalağı, bak! Səsinə zırp otursun. Ata, sən onu tanımsan, o sözünü deməmişdən qabaq ağzımın üstə bir dənə şapalaq belə vurur, zoq gəlib düşürəm yerə. Ata. De bana, de. Ne yaş gəldin ata? Məni qoyubsunuz bura, bir maraqla alım yox. Bir deyən yoxdur ki, ardadır, ölübdür, qalıbdır. Vursa elədi qız məni bunlara. Ata, ne olur ata. Ben de senden cedim, mən dözəmirəm ta. Bu ne kadar təhqir olmaq olar, ne kadar söyülmək olar, ne kadar döyülmək olar. Ağlama, ağlama. Yüreğim açıldı ama. Nerede? Kız eşileri. 3-4 gündür mamam beni dövüp qoğulayıb evdən. Hində qaldılar babala, hində. Toyuqlar, şalvar, penceri, deşi yeni. Kendin aksaqqalı Mehmet Kuluş. Ben onun elinden zorla alıp zorla bak. Bu buramı dal çekip dal. Al gerden ne tanrım. Dur atı göster. Ben de ucundayım. Şurayım temiz dağdı. Zolak okluyla ne? Sen skamarotkayla ne vurdun? İsmail. Anan gəlibdi, Cəmilə xala. Ay Bahadurda, yoldaşın gəlib, əlində qamçı. Gel. Aman. Qamçı. Yer göster abala. Ay gelin yer göstermek tez gizlenmeli. Tez ol abala. Tez ol gizlenmeli. Motor! Mən razıyam. Mən orada oturum, onun yerində işləyim. Eyb yox, məhəbbət mənim dalma gəlsin. Amma o oturma. Bey balası kimi dolanaram, yağın balığın içində. Mayonezli zaptı belə.